Qarın ətrafı sancıları olur da. Bəli. Yaxşı, 2021, 5 yaşı var da. 5 olacaq. Antibiyotik bir həftə verdim. Sirop aldım. Ondan sonra sancıları artdı mı? Bəli. Çünki bağırsaqla bağlı olur. Daş tökülmələri varmı? İndi başlayıb olmağa. Necə olmur əvvəllər? İştahı necədir? Arada çox yeyir, arada isinir. Yaxşı, nə xoşdursan gözəl? Yeməyə. Nə oldu? Hı? Quru yemək xoşdursan, yoxsa sütlar xoşdursan? Quru yemək. Ay sən, uşağın hamısını xoşdursan, quru yemək. Yaxşı, şorbalarda nə xoşlayarsan yeməyə? Sulu yeməklərdən. Şorbalarda nə xoşlayarsan? Mərci, düyü, lobya, bulgur, bunları da xoşlayarsan? Yərsən? Tamam. Yaxşı, meyvə xoşlayırsan? Yaxşı, hansı meyvələri xoşlayırsan? Çiçəklər, qarpız, yemiş, alma, banan, kivi. Əla. Armud da xoşlayırsan? Əla. İştahı artıq olur, biz çalışırıq axşam istəməyə. Aha. Yox, axşam yeməkdə deyərkən Biraz köşənmək verir. sadəcə kalorisini az verin də. Qatıq ağartı məhsullarıdır. Baxın dırnaqlarına. Dırnaqlarını yeyir. Dırnağı yemişdir. Yeyir hər Yemə. Buradan qurtdan keçir adamın qarnına. Yaxşı.